Salam dostlar, mən Azər Quliyev. Bu gözəl Ramazan bayramında hamımızın Ramazan bayramını təbrik edirəm. Cenab-ı Allah oruç tutanların oruçlarını qəbul etsin, tutmayanları da növbəti illərdə inşallah nəsib eləsin. Bu gözəl gündə sizinlə bərabər möhtəşəm bir yerə gedəcəm. Böyük Qafqazın ən böyük məscidlərindən biri olan, mən doğma Naxçıvanımıza gözəllik verən və möhtəşəm bir mimarlıq abidəsi olan Heydər məscidinə gedəcəyik. İndi yoldayam, Heydər məscidinə yaxınlaşıram. Heydər məscidinin yanında Naxçıvan qalası var. Tarixi mimarlıq abidəsidir, oranı sizə göstərəcəm. Artıq Cənubi Qafqazın ən böyük məscidlərindən biri olan Heydər məscidinə çatmışam. Çox möhtəşəm bir görünüşü var. Bura Heydər məscidinin həyətidir. Həqiqətən də çox möhtəşəmdir. Yəni buranın gözəlliyini sözlərlə, kəlmələrlə ifadə eləmək olmur. Belə böyük bir məsciddir. Allah namaz qılanların namazlarını qəbul etsin, ibadətlərini qəbul etsin inşallah. Bura məscidin içərisidir. Həqiqətən də çox gözəldir, yəni insanı vali edir bu məscid. Təxminən 2 ilə yaxın olar ki, məscid tikilib, istifadə verilib. Düz Naxçıvan qalasının yanındadır, birazdan isə Naxçıvan qalasını göstərəcəm. Əgər içərisi açıq olarsa, ola bilər ki, bayramla əlaqəli bağlı olsun. Mən sizə məscidin bir bölümünü göstərirəm. Belə bir neçə bölümləri var, böyük. Bu gördüyümüzdə məşhur Naxçıvan qalasıdır. Naxçıvan qalasının 7-ci əsrdə Sasanilər İmperiyası tərəfindən tikildiyi ehtimal olunur tarixi mənbələrdə. Naxçıvan qalasına gedirəm, dediyim kimi, əgər açıq olsa içərisinə girəcəm. Bayramla əlaqəli açıq olmaya da bilər. Naxçıvan qalasının yanında belə bir abidə var, günbəzə oxşuyur. Bu abidə Nuh Peyğəmbərin qəbrüstü abidəsidir. Eramızdan əvvəl 6-cı əsrə aid olan bir abidədir və tarixi memarlıq abidəsidir. Qala divarlarına çatmışam. İnşallah açıq olar, girib içərisini gəzərik. Təəssüflər olsun, bayramla əlaqəli qala qapıları açıq deyil. Bayramla əlaqəli bağlıdır. İnşallah Naxçıvan qalasının yanından Naxçıvan şəhərimizin digər gözəl bir hissəsini sizə göstərəcəm yuxarıdan. Yuxarıdan Naxçıvan şəhərimiz belə görsənir. Yuxarıda bir hissəsidir.